Xəstələrimiz qalxanvari vəzi haqqında nə zaman bizə müraciət edir? Burada iki istiqamətdə bizə müraciət olunur. Bir, laborator göstəricilərə görə dəyərləndirilir, klinisist tərəfindən dəyərləndirilir və artıq ultrasəs müayinəsi tələb olunur. İkinci kateqoriya müraciət edən xəstələrimiz isə psixolojik olaraq boğaz nahiyəsində boğulma, udğunarkən boğazında olan bir əngəlin olduğunu və ya ürək döyüntülərinin çoxaldığını və ya boğazında bir sıxıntı, sıxılma hissinin olduğunu qeyd edirlər. Ultrasəs müayinəsi təbii ki, qalxanvari vəzinin ultrasəs müayinəsi zərərsiz, incitməyən, maddi və mənəvi şəkildə xəstələrimizin rahat əl çata biləcəyi bir müayinə metodudur. Burada ac və ya toxluq heç bir rol oynamır. Günün hər hansı bir saatının olmasına heç bir rol oynamır. Spontan müayinəyə müraciət edən xəstələrdə bizim burada ultrasəsdə daha çox diqqət edirik. Qalxanvari vəzinin özünün ölçüsünə, quruluşuna, düyün və ya kista varsa onların xarakteristikasına diqqət edirik və ətraf eyni zamanda boyun nahiyəsini müayinə edərkən ətraf toxumalarda, yumşaq toxumalarda hər hansı bir patoloji dəyişiklik varmı, yoxmu ona diqqət edirik və həmçinin qalxanvari vəzin müayinəsində tübürcək vəzilərinin də şişkinliyi varmı, yoxmu, hər hansı bir patologiya varmı, yoxmu, yəni onlara da bir nəzər yetiririk. Əgər ultrasəsdə hər hansı bir patologiya aşkarlamırıqsa, xəstə spontan müraciət edirsə, xəstəni laborator dəyərləndirməyə və klinisist tərəfindən dəyərləndirməyə yönləndiririk. Burada daha çox diqqət edəcəyimiz nüanslar nədir? Əsasən də bu boğulma hissi ilə gələn xəstələrdə qalxanvari vəzin ölçülərinin böyüyüb və ya böyüməməsidir. Əgər hər hansı bir patologiya aşkarlanmırsa, xəstə laborator dəyərləndirilir və düzgün istiqamətləndirir. Əziz xəstələrimiz, əziz pasiyentlərimiz, sizdən dönə-dönə xahiş edirik ki, bilmədiyimiz müayinə metodlarını, bilmədiyimiz analizləri boşu-boşuna getməyək. İlk öncə klinisistlərə müraciət edək, vaxtında doğru müayinələrimizdən keçək. Bizim də üstümüzə düşən nədir? Dəqiq və düzgün müayinəni zamanında qoymaqdır. Allah sizin sağlığınızı əlinizdən almasın.